400-dən çox kiçik miqyaslı layihə və seminarın, 40-dan çoxsa iri miqyaslı layihələrin, düşərgələrin, proqramların icrasında, koordinasiyasında iştirak etmişəm. Həm yerli, həm də beynəlxalq tədbirlərin, fəaliyyətlərin icrasında könüllü birgə çalışırdıq. İşğaldan azad olunmuş regionlara səfərlər edirdik ki, həmin gənclərdən o həvəsi, gözündəki o parlaqlığı daha çox görmüşəm, daha çox şahidi olmuşam. Və 1999-cu ildə Gəncə şəhərində anadan olmuşam. Gəncə şəhər 31 nömrəli tam orta məktəbi bitirmişəm. Ailəmizdə 5 nəfər var. Evin böyük övladıyam. Atam Aqrar Universiteti məzunudur, anam tibb bacısıdır. 2016-cı ildə məktəbi bitirdikdən sonra Bakı Dövlət Universiteti Filologiya Fakültəsi Azərbaycanda ədəbiyyat müəllimliyi ixtisasına qəbul olmuşam. 2017-ci ildən etibarən isə təhsilimi sabah qruplarında davam etdirmişəm. İctimai, sosial fəaliyyətlərdə, könüllü fəaliyyətlərində iştirak etmişəm. Elə bu istiqamətdə fəaliyyətlərim, könüllü fəaliyyətlərim, ictimai aktivliyim, sosial aktivliyim məni gənclərlə iş sahəsində qalmağa dəstək oldu, qalmağıma köməklik göstərdi. 4-cü kursun sonunda, bakalavr pilləsinin sonunda fikirləşdim ki, magistr istiqamətimi gənclərlə iş istiqaməti üzrə davam etdirim və 2020-ci ildə gənclərlə iş istiqaməti üzrə magistr pilləsinə daxil oldum. 2022-ci ildə həmin pilləni başa vurdum. Həm bakalavr pilləsini, həm də magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyində fəaliyyət göstərmişəm. Könüllü təcrübəçi kimi. Sonra həm də orada klub rəhbəri olmuşam. Deyərdim ki, mənim fəaliyyətimə əsas təsir göstərən məqamlardan biri İntern Akademi layihəsində iştirakım olub. Mən layihəyə müraciət etdim və elə Gənclər Fondunun özündə gənclər təşkilatları ilə iş şöbəsində fəaliyyətə başladım. Düşünürəm ki, həm karyera istiqamətində, həm peşəkar iş mühitini görməyimdə, komanda quruculuğunda, layihələrin təşkilində, idarə olunmasında İntern Akademi layihəsinin mənə böyük təsiri oldu. Eyni zamanda həm də təlimçilik fəaliyyəti ilə məşğul oluram. Yumşaq bacarıqlar, gənclərlə iş, könüllülərlə iş istiqaməti üzrə. Həmçinin Sosial kəndləri Azərbaycanda təlimçi olaraq fəaliyyət göstərmişəm. Həm Gəncə nümayəndəliyində, həm Bakı nümayəndəliyində. Həmin uşaqların bacarıqlarının artırılması istiqamətində təlim interaktiv formatda həyata keçirilirdi. İlk dəfə mən onunla auditoriyaya daxil olanda, həmin qrupla auditoriyaya daxil olanda gördüm ki, yaş balansı aşağıdır. Belə olduğu təqdirdə daha fərqli nələrsə etmək lazım idi ki, həmin uşaqlar o məlumatları öyrənə bilsinlər və ona görə daha kreativ, daha oyunlar formatında həmin bilikləri onlara çatdırmağa çalışırdım. 2022-ci ildən etibarən fəaliyyətim Böyük Qayıdış Gənclər Təşkilatında başlamışam. Hazırda da Böyük Qayıdış Gənclər Təşkilatının idarə heyətinin üzvüyəm. Fəaliyyətim dövründə 400-dən çox kiçik miqyaslı layihə və seminarın, 40-dan çoxsa iri miqyaslı layihələrin, düşərgələrin, proqramların icrasında, koordinasiyasında iştirak etmişəm. Deyərdim ki, Böyük Qayıdış Gənclər Təşkilatında fəaliyyətim karyera istiqaməti olaraq inkişafıma böyük töhfə verib, dəstək göstərib. Burada fəaliyyət göstərdiyim dövr ərzində iri miqyaslı bəzi düşərgələr var ki, onları xüsusi olaraq qeyd etmək istərdim. Məsələn, Xarı Bülbül Şəhid və Qazi övladlarının yay düşərgəsi, XTG xüsusi təyinatlı gənclik, hərbi vətənpərvərlik düşərgəsi, Birlik Qarabağ gənclərinin həmrəylik düşərgəsi, Hədəf 12 atıcılıq turniri, Kod Qarabağ intellektual yarışı və sair kimi layihələrin adını xüsusi qeyd etmək istərdim. Mənim üçün xüsusi önəmə malik olan Şəhid və Qazi övladları ilə bizim yaxından işləməyimiz oldu. Onların inkişafına çox kiçik də olsa töhfə vermək, onlara dəstək göstərmək nəyə desəz dəyər deyə düşünürəm, dünyalara bədəldir. Xüsusi olaraq qeyd etmək istərdim Qayıdış Könülləri proqramını. Fəaliyyətim dövründə Qayıdış Könülləri proqramının koordinatoru olmuşam. Proqram çərçivəsində müxtəlif könüllü qrupları fəaliyyət göstərirdi. Həmin könüllü qrupları ilə birgə işğaldan azad olunmuş regionlara səfərlər edirdik. Burada həm yerli, həm də beynəlxalq tədbirlərin, fəaliyyətlərin icrasında həmin könüllərlə birgə çalışırdıq. Xatırlayıram ki, bizim ilk səfərlərimizdən biri Talış kəndində olmuşdu. Məqsədlərimizdən biri də orada yaşayan uşaq yeniyetmə və gənclərin inkişafına dəstək göstərmək, onların sosiallığını artırmasına köməklik göstərmək idi. Böyük Qayıdış Gənclər Təşkilatında göstərdiyim gənclərlə iş istiqamətində göstərdiyim fəaliyyətlər əsasında 2023-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən İlin Gənci nominasiyasına layiq görülmüşəm.
Qarabağ Universitetinə fəaliyyət göstərməyə başladım. Qarabağ Universitetinə gəlməyimə bacımın dəstəyi olub, deyə bilərəm, köməyi olub. Çünki bu təklifi ilk o irəli sürdü. Mənə bildirdi ki, bəs Qarabağ Universitetində vakansiya elan olunub və mən o vakansiyaya müraciət etmək istəyirəm. Gəl birgə müraciət edək. Onun bu fikri əslində mənim də çox xoşuma gəldi. Düşünürəm ki, onsuz da mən işğaldan azad olunmuş ərazilərə tez-tez səfərlər edib oradakı fəaliyyətlərdə yaxından iştirak edirdim. Bu missiyamın davamı olaraq gördüm ki, mən Qarabağ Universitetinə gedib orada fəaliyyət göstərə bilərəm. Prosedur qaydalarına uyğun olaraq müraciət etdik. Çox xoşbəxtlik, sevinirik ki, ikimiz də müsahibəyə dəvət aldıq. Hazırda ikimiz də Qarabağ Universitetində fəaliyyət göstəririk. Burada mən əvvəlcə mütəxəssis olaraq tələbələrlə iş üzrə mütəxəssis olaraq, hazırda isə böyük mütəxəssis olaraq fəaliyyət göstərirəm. Eyni zamanda sosiologiyaya giriş fənnini tədris edirəm və biz Qarabağ Universitetində bir ailə mühiti formalaşdırmışıq. İstər tələbələrimizlə, istər əməkdaşlarımızla o bağlılığı görə bilirik. Xankəndidə xüsusi sosiallıqla bağlı etdiyimiz bir fəaliyyət var ki, onu xüsusi vurğulamaq istərdim. Bu bizim bir növ peşəkar fəaliyyətimizdən kənarda olan bir layihədir. Layihənin adı 6-cı mərtəbədir. Bunu Qarabağ Universitetinin bir qrup müəllimi vasitəsilə biz həyata keçiririk. Biz belə qərara gəldik ki, Qarabağ regionunda, Xankəndidə aktivliyin, sosiallığın artmasına dəstək göstərək. Layihə çərçivəsində biz intellektual yarış həyata keçirdirik. Bu intellektual yarış sadəcə universitet əməkdaşlarını, tələbələri əhatə etmir, bütün Xankəndi əhalisini əhatə edir və adın da xüsusi bir önəmi var. Spesifik olaraq biz seçmişik həmin adı. Bunun da səbəbi odur ki, həmin layihəni təşkil edən şəxslərin əksəriyyəti bir binanın 6-cı mərtəbəsində yaşayır. Təbii ki, bu qeyd etdiklərimi biz əgər şəhər mühitində ediriksə, region gənclərinə də şamil etməliyik. Bu kreativliyi irəli sürdüyümüz zaman onlardakı o həvəsi, gözündəki o parlaqlığı daha çox görmüşəm, daha çox şahidi olmuşam. Yəni tam səmimi deyə bilərəm ki, həmin gənclərdən deyirlər ki, biz məsələn təhsilimizi başa vurduqdan sonra gəlib burada fəaliyyət göstərəcəyik. Hətta təcrübəmizdə də var ki, könüllü olaraq əvvəlcə bir fəaliyyət göstəriblər, qayıdış könüllüsü olaraq və hazırda həmin regionda yaşayıb orada peşəkar fəaliyyətini davam etdirən gənclərimiz də var. Elə Xankəndidə idim mən bu məlumatı alanda. Sərəncam elan olunmuşdu. Üzərindən bir qədər keçəndən sonra mənimlə əlaqə saxladılar və təbrik etdilər ki, siz prezident mükafatına layiq görülmüsünüz və tez bu xəbəri bacımla bölüşmək istədim. Bacım tez anama xəbər verdi. Mən də ataya zəng vurdum və dedim ki, bəs mən prezident mükafatına layiq görülmüşəm. Həqiqətən atamın səsindəki o qürur və sevinç hissini hiss etdim mən. Bu nəyə desəz dəyərdi. Çox möhtəşəm bir hiss idi. Düşünürəm ki, həqiqətən bəlkə də ən doğru vaxtda aldım o mükafatı. Çox sevinçli və qürur verici hissdir. Eyni zamanda çox məsuliyyətlidir. Gənclər üçün prezident mükafatına layiq görüldüyümə görə cənab prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Bir vətəndaş olaraq ölkəmizi layiqincə təmsil etməliyik və ölkəmizə layiqli gənclər olmalıyıq. Olduqları yerdə, fəaliyyət göstərdikləri yerdən maksimum dərəcədə fayda əldə etməyə çalışsınlar, öyrənməyə çalışsınlar. Çünki öyrəndikləri o bacarıqlar, öyrəndikləri o biliklər gələcəkdə onlara mütləq şəkildə dəstək göstərəcək. Belə işlər.